Salamlayıram hər kəsi. Yenə YouTube kanalımızda, Medera TV kanalımızda sizləri dəyərli infeksiyon patoloqumuz Azər Nağıyevlə salamlayıram və sizə çox yenə bir çoxlarınız üçün lazım olan maarifləndirici məlumatları verəcəyik. Salam Azər doktor, xoş gəldiniz daha. Sağ olun, təşəkkür edirəm. Sizə dəvətiniz üçün təşəkkür edirəm. İzləyicilərimizi hamısına salamlayıram və hazıram sizin suallarınıza cavab verməyə. Doktor, ümumiyyətlə qaraciyərlə bağlı bir çox pasientlərin qorxuları var. Qaraciyərimdə hepatit varmı, qaraciyərimdə problem varmı, yağlanma varmı? Çox insanlar özləri uziyə gedirlər, qaraciyəri yoxlatdırırlar, testlərini yoxlatdırırlar. Bax, qaraciyərimiz ağrıyırsa, bu nə ola bilər? Məsələn, gəlirlər şikayət, qaraciyərim ağrıyır. Özləri deyirlər, qaraciyərim ağrıyır. Yəni istiqaməti bilirlər hansı nahiyə. Heç bəlkə də o qaraciyər deyil, sinir ağrısıdır və ya başqa bir problemdir. Amma qaraciyər ağrısıdır və hepatit qorxusundan gəlirlər. Gözəl sualdır. İlk öncə qorxu, belə deyim, insanın normal bir reaksiyasıdır. Qorxu bəzən lazımdır, bəzən artıq olur, lüzumsuz olur. Bəzi insanların elə qorxması, bəzi insanların isə qorxmaması gərəkir. O insanlar ki, sağlamlıqlarına qarşı laqeyddir, onlar elə belə deyək, biraz qorxaraq yaxşıdır. Amma əslində qorxmaq lazımdır və qalxmamaq üçün nə etmək lazımdır? İnsan hər zaman deyirik, həmən ilkin şikayətlə həkim qapısını açmaq o qədər də münasib deyil. Amma bir şikayət müəyyən bir müddət o baxır patologiya uzanırsa, davam edirsə və ya yeni bir şikayətlər yaranırsa, bu nəsə bir problemin olduğunu göstərir və uyğun mütəxəssisə müraciət etmək lazımdır. Məsəl üçün verilən sual, qaraciyər nahiyəsində ağrı. Əslində qaraciyər dediyimiz kimi sağ qabığı altında yerləşir və orada qaraciyərdən başqa bir orqanlar da var. Hansı orqanlardır? Bu daxildə qaraciyər böyük hissəsi 12 barmaq bağırsaq və sağ tərəfdə olan hissəsidir ki, bunların ağrı verə bilər. Bu bəzi bağırsağın kümbəzi də ola bilər, yoğun bağırsağın kümbəzi də ola bilər, müəyyən qədər qazının köpün yığılması nəticəsində. Bir də unutmaq lazımdır ki, bu döş qəfəsinin sağ aşağı hissəsi olduğu üçün bu qabırğa arası sinirləri və ya əzəllərin də ağrısı ola bilər. Bunun diferensiyasiyasını, yəni bu seçimini yalnız həkimlər para bilər. Yəni sağ qabırğa altında olan da ağrı, bu ağrı bir neçə dəqiqədən çox saatlarla, günlə davam edirsə, mütləq həkimə, qaraciyər mütəxəssisinə müraciət etmək lazımdır ki, araşdırsın. Əksər halda isə belə arxanikçilik üçün deyirəm, bu adətən öd yollarından problemi olur. Bəzən 12 barmaq bağırsağın bir qism hallarda isə sadəcə belə deyək, şırıqlama və ya başqa tərzində sizin sahəyə aid olan qabırğa arası nevralgiya, yəni sinir ağrıları və ya mialgiya əzələ ağrıları olur. Hər halda həkimə müraciət edib ağrının səbəbini dəqiqləşdirmək daha güzəldir. Doğrudur. Bəs götürək ki, həkim müayinəsində pasiyentdə hepatit aşkarlanıbdır. Bu da ikinci qorxudur. Mən hepatitam, artıq hepatit xəstəsiyəm, sanki dünyanın sonudur. Necə davranmalıdır? Yəni sağalmayacaq mı hepatit xəstəsi? Hepatit söhbət viral hepatit, virus hepatitlərindən gedir. Ən doğrusu hər zaman biz həkimlər, mən də başqa həkimlər də deyir ki, vaxtında müayinələrdə olun, mümkün qədər check-up müayinələrindən keçirin ki, tutaq ki, qaraciyər hepatit virusundan söhbət edirsə, hepatit virusu vaxtında aşkar olsun. Vaxtında aşkar olan xəstəliklərin heç birinin bir problemi yoxdur. Bu xəstəliklər çox uğurla müalicə olunur və get-gedə ildən ilə də daha yeni müalicələr, daha müasir, effektiv müalicə üsulları, dərman preparatları aşkar olunur və hepatitlər müalicə olunur. Amma bir qism insanlar gecikmiş şəkildə müraciət edirlər, amma bu da həyatın sonu demək deyil, heç narahat olmağa dəyməz. Sadəcə mütəxəssisə müraciət edirsin, mütəxəssis xəstəliyinizin dərəcəsini, ağırlıq səviyyəsini təyin edir və ona uyğun müalicə təyin edir. Mən pis mənada demirəm, amma bilin ki, qaraciyər xəstəliklərinin sonunda isə ən belə deyək,
ən son məqamda isə qaraciyər transplantasiya həyata keçirilir. Düzdür, hər cümlə və bahalar əməliyyat olsa da bu dəqiqə icbari sığorta ilə bu yerinə yetirilir. Respublikamızda sadəcə donor şəxs tərəfindən təyin olunur və ona qaraciyər köçürülür və həyat davam edir. Amma əksər hallarda bu yalnız tək hallarda son terminal və mərhələdə həyata keçirilir. Əksər hallarda isə qaraciyər xəstəlikləri uğurla müalicə olunur. Sadəcə yetər ki, siz və həkiminizə müraciət edəsiniz. Ümumiyyətlə tibb nə qədər inkişaf edib deyirəm doktor. Daha öncələr belə qaraciyər transplantasiyası, hepatit C münasibət, yəni daha öncələr xəstələr daha ümidsiz vəziyyətdə idilərsə, bugünkü gündə onlar bu pasientlər daha çox ümidli olurlar və demək ki, tibb inkişaf elədikcə müalicələr tapılır, müalicə yöntəmləri var, qorxmaq lazım deyil. Və çox pasientlər də müayinə olunmaqdan qorxurlar ki, onlarda nəsə çıxar. Gedirəm bizim psixologiyamız var da, həkimə gedəndə məndə problem çıxardacaq. Demirik, problemin var zaten. Onu daha tez mərhələdə sən üzərinə düşəcək. Amma problem çıxardacaq. Problemi həkim çıxartmır ki, problem olan problemi sadəcə göstərə bilər. Məsələn, əgər heç bir əlamət yoxdursa, onda yenə də hepatit ola bilərmi gizli şəkildə? Bəli. Hepatit dediyimiz yəni bu virus mənşəlidir və yaxud digər mənşəli hepatitlər də var. Çoxlu sayədə bilirsiniz. Qaraciyər yağlanmasından, aşırı dərman qəbulundan və yaxud bəzi lüzumsuz dərmanların qəbulundan, alkoholdan və s. Metabolik pozuntular, şəkərli diabet, bunlardan da hepatitlər. Hepatit dediyimiz nədir? Hər tərcümədə eləsəz, tərcümə eləsək, bu qaraciyərin iltihabı deməkdir, hepatit sözü. Baxın, heç bir şikayət olmadan da hər hansı bir şəxs uzun günlər hepatit, yəni xroniki hepatit xəstəliyindən gəzə bilər və heç bir əlamət hiss etməz və yaxud çox kiçik əlamətlər hiss edər ki, halsızlıq, dispeptik narahatçılıqlar və yaxud tərləmə, tez yorulma, sağ qabıq altında arada bir küt ağrı bu uzun müddət davam edə bilər bu şəkildə. Ta ki, qaraciyər belə deyil, sıradan çıxır. Yəni, qaraciyər sirrozuna gəlib çatana qədər. Bunun da çıxış yolu olan şikayətlərimizi diqqət almaq, bir də check-up müayinələr. Check-up müayinələr çoxdur, fərqli check-uplar var, amma sətirləşmiş şəkildə çox kiçik bir məbləğlə bir neçə xəstələrimiz haqqında məlumat ala bilərik. Çox gözəl ki, indi gənclər ailə qurduqda bir neçə xəstəliyi, eyni zamanda talisemiya xəstəliyini, virusunu və demək, biləcək digər xəstəlikləri vaxtında aşkar edirlər ki, o da gənclərin vaxtında xəstəliklərini bilməsi və lazım tədbirlər görməsinə gətirib çıxardır. Sevindirici bir faktor. Daha sağlam ailələr yaranır, daha sağlam nəsil yaranır. Həqiqətən bu son vaxtlarda çox gözəl qərarlar verilir. Belə mən həmişə deyirəm, qohum evliliyin də qarşısını alması, o da çox gözəl bir qərardır. Çünki o ilk növbədə bizim qarşımıza çıxır ki, müəyyən xəstələr var ki, genetik xəstəliklər. Biz onu çox rast gəlir mioqrafiya müayinəsində, miopatiyalarda, genetik neuropatiyalarda və onun kimi digər xəstəliklər var. Amma bu qohum evliliyin qarşısını almaqla siz nə qədər onlar aşağı salınacaq səviyyəsi? İcazənizlə bir haşidə çıxımı əlavə edeyim. Baxın, bir sıra xəstəliklər, məsələn, sayılı olan xəstəliklərdə, bu xəstələrdə təkcə virus hepatit olmur. Onun fonunda müəyyən irsi xəstəliklər, qan xəstəlikləri, genetik xəstəliklər olur ki, onlar müəyyən dərman preparatları verilməsinə imkan yaratmır və yaxud da dərman preparatları məhdud biz təyin etmək məcburiyyətində qalırıq. Bir faktor var ki, o müəyyən bir xəstəlik fonunda digər bir xəstəlik bəzən atipik gedir, yəni klassik gedişatda məğlub olunur, yəni xəstəni və həkimi çaşdırmağa gətirib çıxardır və yaxud gecə diaqnozu qoyulmağına gətirib çıxardır və yaxud xəstəliyin gedişini ağırlaşdırır. Bunlar da nədir? Yəni biz bir adda yatan xəstəliyimizi genetik və yaxud
əlaməti olmayan bir xəstəliyimizi baxımına biləndə digər xəstəliklərin müalicəsinə də müalicəçilik törətmək və müalicəsindən uğurla başa çatdırmağa, yerə yetirməyə nail oluruq. Əlavə eləmək istədim. Doktor, bir şey de soruşum. Mənim özümə çox maraqlı gəldi. Son vaxtlar məsəl üçün insanlar daha çox vitaminlər qəbul eləməyə, dərman özləri də ki, bədəndə mövsüm olaraq D vitamini qəbul edirlər və yaxud kollagen xanımlar çox qəbul edirlər, nad preparatlarını çox qəbul edirlər və sırf onların analizi verilmədən təbii ki, onlar özləri üçün vitaminləri, orqanizmlərini qəbul edirlər. Bunların təsadüflər ola bilərmi? Çox böyük. Mən öz sahəmdən danışacağım. Bax, heç tövsiyə etməzdim. Və hər müraciət edən insana, hər ağzını açanda belə bir dərman almışam deyən insanlara biz nə tövsiyə edirik? Baxın, dünyada toksik hepatitləri, yəni dərman mənşəli, əsas da qida əlavəsi hesab edilən dərman preparatlarıyla baş verən qaraciyər zədələnmələrin sayı artıq 5%-ə çatıb. Bu çox heç də kiçik rəqəm deyil. Yəni 20 nəfərdən birində bu baş verir. Əziz dinləyicilər, izləyicilər, belə hallardan çalışın gəlin. Qəbul edəndə, əgər etsəz belə, mənşəyi bilinən dərman preparatlarını, yəni qidalarını alın, mənşəyi bilinməyənlərdən almayın. Qarışıq tərkibli qida əlavələri, vitamin olsa belə, heç tövsiyə olunan deyil. Bunlar bəzən daha ağır zədələnmələrə, həm də qarışıq tərkibli qida əlavələri qəbul etdiyində bilmirsən hansı tərkibə, onun içindəki hansı vitaminə, hansı minerala, hansı bioloji aktiv maddiyə allergik reaksiyondur, toksik qaraciyər zədələnməsi. Ona görə bunları ən azından ailə həkiminizlə və yaxın, hər bir adamın yaxın bir həkim qohumu olur, falan olur. Bunlarla heç olmasa məsləhətləşib sonra edin ki, mən onu çox uzun təfsir edə bilmərəm. O qədər ağır dərəcəli qaraciyər zədələnmələri gəlir ki, dərman mənşəli. Hətta bəzən onların həyatını xilas etməkdə çətinlik çəkilir. O dərəcədə ağır zədələnmələri gəlir. Və o qədər qarışıq klinik ilə gəlir. Mən o mövzunu uzatmaq istəmirəm. Bunların 3 tipi var. O qədər qarışıq bir variantda gəlir ki, biz hətta onun tam dəqiq səbəbini aşkar edənə qədər çətinlik çəkirik. Ona görə çox gözəl bir mövzuya toxundunuz. Bizim yəni son zamanlar hər zaman vermək istədiyimiz bir məsələ mən çünki izləyicilərimizə verdim. Məncə məni anlayırlar. Bəli, əslində çox maarifləndirici. Çünki belə son vaxtlarda vitamin əlavələri, hətta bu sosial şəbəkələrdə çox reklam olunur ki, bunu için nad məsələ üçün götürək çox reklam olunur, kollagenlər çox reklam olunur ki, için gənclik aşısı deyirlər. Yəni bunların hər halda siz təyinat olmadan, həkim məsləhəti olmadan kör-körənə qəbul olunmanız, bir də doktor qarışıq tərkibli dediniz. Yəni ki, multivitamin şəklində demək istəyirsiniz, yoxsa qarışıq? Multivitaminlər, yəni bir neçə vitaminin qarışığından gedir. Əgər bunlar mənşəyi məlum olmayansa, orada o proporsiyalar da düzgün qorunurlar. Birini artıq, birini eksik verirlər. Bu bir. İkincisi, çoxlu dərman preparatları var, qida əlavələri var ki, orada təkcə vitaminlər deyil, minerallardır və s. Hətta orada bioloji aktiv maddələr var. Onların sübut olmuş təbabət, onların bir-birindən uyuşması tam öyrənilmir ki, ona görə belə dərman preparatı hətta bəzən belə deyəndə öldürücü belə olamaqdır. Ona görə reklam olunan hər hansı bir qida əlavəsini həmən qəbul edib onunla razılaşmanızı yox, araşdırmanızı tövsiyə edərdim. Bəli, çox sağ olun dəyərli məlumat üçün. Və ən son bir izləyicimiz yazır, deyir ki, qaraciyərimdə problem var, mən hardan başlayım? Çox çətin bir sual deyil, yəni həlli çətin bir sual deyil. Həkimdən başlasın. Yəni bir şübhəsi varsa, bunun üçün mütləq bir dar sahə üzrə mütəxəssisə getməyə də bilər. Bu poliklinik həkiminə müraciət edib, ondan ailə həkimindən istiqamət ala bilər ki, həm mütəxəssis baxışına getməli deyil. Qanun sualları mütəxəssislər həll edir.
Sizin təlaşınız belə deyək də bir problemsiz bir təlaş ola bilər. Həqiqətən bir problem yoxdur. Amma həqiqətən əsaslı bir şikayətinizin əsaslı olduğu da mümkündür ki, ona həkiminiz araşdıracaq və müvafiq məsləhətlər verəcək. Çox təşəkkür edirəm doktor. Təşəkkür edirəm izləyicilərimizə də. Əgər bəyəndinizsə, maarifləndinizsə, bizim YouTube kanalımızda like etməyi, öz yaxınlarınızla paylaşmağı ki, onlar da maariflənsinlər və eyni zamanda bizi izləməyi unutmayın. Mən də təşəkkür edirəm. Sağ olun.